Salam! Bu videoda mən fərqli üsulla hazırlayacağım plov reseptini sizinlə paylaşacağam. Bunun üçün əvvəlcə bir baş soğanı xırda-xırda doğrayıram. Bir ədəd qırmızı balqar bibərini doğrayıram. $200 qram toyuq filesini kub şəklində doğrayıram. Tavaya zövqə görə zeytun yağı əlavə edirəm. Yağ qızdıqdan sonra soğanı töküb biraz qovururam. Doğradığım qırmızı balqar bibərini əlavə edib birlikdə qovururam. Ardınca toyuq filesini əlavə edirəm. İki diş sarımsağı əlavə edib, daha sonra zövqə görə 1 yemək qaşığı duz və yarım çay qaşığı qırmızı istiot tökürəm. Ərzaqlar birlikdə qovurulduqdan sonra 1 stəkan düyü əlavə edirəm. Bir stəkan su və pomidor suyunu əlavə edib tavanın qapağını örtürəm. Düyü 10 dəqiqə qaynadıqdan sonra konservləşdirilmiş yaşıl noxudu töküb vamxodda yenidən 5-10 dəqiqə bişirirəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyəndinizsə, like atıb kanala abunə olmağı unutmayın.